Pak, mütəhər ruhlərinə salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammed ve alihi teyyibine tahirin. ولعنة الدائم على أعدائهم أعداء الله من العان إلى قيام يوم الدين أما بعد وقال الحكيم في كتاب الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أوصيكم بنفسي بتقوى الله. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Hz. İmam Hüseyin aleyhisselamın Kərbəlasına, dualarımızın, münacatlarımızın âli dərəcədə qəbulünə, evlərdə, xəstəxanələrdə xəstələrimizin şəfa tapmağına, məscid yoldaşlarımızdan xəstələrimiz var, onların şəfa tapmağına, bivaris, bədvarislər ruhlərinə, Hz. İmam Hüseyin ruh istirahətinə səlavat hədiyyə edir. İmam Hüseyin əzadarlıq məclisləri dünyanın hər bir yerində davam edir və bu məclislər insan həyatı üçün xüsusi bir əhəmiyyət kəsb edir. İmam Hüseyin əleyhisselamın Kərbəla məktəbi insan ruhiyyəsinə böyük bir qidadır. İnsanın əxlaqi keyfiyyətlərinin dəyişilməsində böyük rolu var. Və mən dünən söhbətimdən sonra bir neçə yoldaş məscidimizdən məndən xahiş elədilər və buyurdular ki, dünənki bizim mövzumuz əgər diqqətinizdədirsə, Həzrət İmam Hüseyin aleyhisselamın Bəsrə cəmaatına yazdığı məktub idi ki, orada İmam Hüseyin aleyhisselam bir nöqtəyə yetişdirir ki, bidətlər çoxalıb. Və möhtərəm əziz bizim qardaşımız buyurur ki, bəs bu bidətlər hardan başladı? İmam Hüseyin aleyhisselamın o zaman ki, hələ Kərbəla hadisəsi baş verməmişdi, Məhərrəmin əvvəl günləri imam bu sözü deyirsə, bu hansı mərhələdən başlanmışdı bu bidətlər? Və mən onun üçün bugünkü mövzumu əvvələ çəkəcəyəm və bu mövzunun əvvəlini istərdim deyəm. Çünki çox maraqlı oldu o insan üçün ki, bilsin əvvəlindən nə hadisələr baş verib və hansı hadisələr baş verib, hansı nöqtələr var ki, Kərbəla mərhələsi, Kərbəla hadisələri baş verdi. Və bu yolda nələr var idi ki, sonu gəldi Kərbəlada tamamlandı. Əvvəla onu qeyd edeyim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm son vaxtlərində, son anlarında Peyğəmbər hələ dünyadan getməmişdən qabaq artıq vəziyyət çox dəyişmişdi. Hətta Peyğəmbərin sahabələri əksəriyyəti simaların dəyişmişdilər. Peyğəmbərin yanında yer tutan sahabələr, Peyğəmbərə dəstək verən sahabələr artıq şəhərdən və digər yerlərdə uzaqlaşırdılar və Peyğəmbərin sözlərini eşidə-eşidə Peyğəmbərin yanını tərk edirdilər. Və Peyğəmbərin bu hansı mərhələsindən sonra baş verən bir hal idi? Peyğəmbər əvvəla onu qeyd edeyim ki, biləsiz ki, Allah tərəfindən seçilmiş bir şəxsiyyətdir. Peyğəmbər evi də vəhyin evidir. Yəni Peyğəmbərin evi vəhy evidir. Və o evə Allahın mələkləri nazil olur. Allah öz sözlərini Peyğəmbərə Cənab-ı Cəbrail mələklər vasitəsilə nazil edir və ona bütün gedişatları Peyğəmbərə Allah xəbər verir. Allah sevimli Peyğəmbərini qoruyur və onu böyük bir əzab, sıxıntılardan çəkindirir.
Və Peyğəmbər sallallahu aleyhi və səlləm ki, özündən sonra xilafət mövzusu, özündən sonra vəsi, canişinin seçilməsi ki var idi, elə məsələ, hədəfimiz elə budur ki, bu məsələlər Peyğəmbərdən sonra baş verdi və Peyğəmbər sallallahu aleyhi və səlləm özündən sonra Əli ibn Əbi Talib əleyhissalamı vəli təyin elədi və ən gözəl sözü də Peyğəmbər orada özündən sonra deyir ki, mən kuntu mövla fəhazə aliyyum mövla. Mən hər kimin ağası, mövlası mənəm, məndən sonra Əli əleyhissalam o şəxsin ağası və mövlasıdır. Hər kimi ki, hər nə çətinliyi var idisə, hər nə müşkülü var idisə, öyrənirdi məndən, bundan sonra Əli əleyhissalama müraciət eləsin. İmamət, Peyğəmbərlik, nübüvvət məqamı ilə böyük bir məqamdır və hətta üstün bir məqamdır. Çünki Quran-ı Kərimdə Allah mütəal imamət mövzusundan söz açanda deyir, biz öz dostumuz, xəlilimiz Həzrət İbrahim əleyhissalama imamlıq bu məqamı verdik, Peyğəmbərlik sonra məqamı verdik. Yəni imamlıq məqamı çox üstün bir məqamdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm özündən sonra görür ki, insanların simaları dəyişir və hələ Peyğəmbər vəsiyyətlərin, Peyğəmbər sözün tamamlamamışdan qabaq artıq insanlar Peyğəmbərə üzün təbəssümlə başqa yollara xidmət edən insanlar var. Artıq Maviyyə tərəfinə gedənlər, Əbu Süfyanın sözünü deyənlər və cəhalətə tərəf gedənlərin sayları yavaş-yavaş artır. Mən bir nöqtəni də istəyirəm burada deyəm. Allah Quran-ı Kərimdə buyurur ki, Nəsr surəsində Bismillahirrahmanirrahim İzâ câe nesrullahi vel fəth və rə'əytən nəsə yədxulûnə fī dinillahi əfvâca. İnsanlar Allah dininə dəstə-dəstə daxil olacaqlar. Bu sevindirici bir haldır. Allahın ayəsində insanların kütləvi şəkildə dinə gəlişi. Amma sonradan görünür ki, dəstə-dəstə insanlar dindən çıxmağa başlayırlar. Və dindən çıxıb küfrə tərəf gedirlər. Əhməd ibn Həmbəli deyir ki, Həzrət əleyhissalam, yəni bu Əhməd ibn Həmbəli Əhl-i Sünnə alimlərindəndir. Yəni, Həzrəti Peyğəmbər və Əhl-i Beyt haqqında bir neçə sözlər deyir və o sözlərdən biri də budur ki, buyurur, Əli əleyhissalam çox dürüst və çox dəyanətli bir şəxs idi. Onun söhbətlərində hər zaman haqq öz yerini tapmış görülür və o heç vaxt yalan danışmayıb və heç vaxt gördüyü işlərdə səhv etməyib. Və onun insanlara olan münasibəti hər zaman mehriban və şirin olub. Və hətta Həzrət Əleyhisselamı vəsf edərkən belə bir sözlə deyir. Deyir, mən bütün Quran, Peyğəmbər buyurduğu gözəl müdrik kəlamlar ki var idi, onları ki zehnimdən çıxadırdım, onu Əlidən soruşurdum. Və Həzrət Əleyhisselam onları gözəl bir surətdə hər birini bizə nəql edirdi. Quran-ı Kərim oxuyanlar üçün maraqlı bir ayət istəyirəm deyəm və elə bu gecədən sizə yadigar qalsın. Və hər bir mömin də bunu bilsə daha gözəldir. Quran-ı Kərimdə Ya eyyuhəl-ləzinə amenu ayələri Peyğəmbərə nazil olub. Bu ayələr 200-dən çoxdur Quran-ı Kərimdə. Yəni, Peyğəmbərə belə ayələr 200-ə yaxın və ondan da çoxdur bu ayələr. Ey iman getirənlər mənasını daşıyır. Bu ayələrin əksəriyyəti əleyhissalama məxsusdur. Yəni, Peyğəmbərə ilk iman getirən kim olub? Həzrət Əleyhissalam.
Və Allah da bu ayətləri Peyğəmbərimizə nəql elədikdə hər zaman əlini yad eləyir və baxsaq hadisələrə, gedişatlara, ya eyyuhəl-ləzinə amənu ayəsilərinin içərisinə baxsaq, ey iman getirənlər səbirli olun, ey iman getirənlər təqvalı olun, ey iman getirənlər ibadətinizdə tənbəllik etməyin, ey iman getirənlər Allaha qarşı ibadətlərinizdə təmkinli olun. Nə qədər belə ayələr var Quranda və saydıqca qurtarmaz. Və hədəf isə iman getirənlər əleyhissalamın hədəfində, əleyhissalamın şənində nazil olan ayələr məxsusdur ki, Allah xəbər verir ki, sən iman getirmisən, iman getirənlərin də kamilləşdir, özün timsalında eləginə. Mömin bilirsiniz kimdir? Mömin odur ki, öz mömin qardeşinin aynası olan. Bizim sözlə desək, güzgüsü olan. Onun gördüyü əməllər, gördüyü işlər, hər bir hərəkatı, geyimi, əxlaqın hər zaman yanında ona baxa və heç vaxt ondan ayrı düşməyə. Dahi o cür olmaya ki, mömin müminin qeybətini eləyər. Mömin müminin əynində hansısa bir giyimi görəndə gülər. Mömin müminin əziyyətinin ağır olanda belə deyək ki, bu hansı əməli eləyibsə bir gün əziyyət çəkir. Belə sözlər olmaz. Yaxşı şey deyil bu. Mömin müminin güzgüsü olmalıdır. Yəni o insan baxdıqda mömin qardaşına ona xəbər eləməlidir ki, və bu əməldə mən səni səhv görürəm, bu əməldə düz eləmirsən bunu, ibadətdə səhv eləyirsən bunu və yaxud hansısa bir işi düzgün eləmirsən, mən səni görürəm burada və istəyirəm ki, sən də mənim əziz qardaşımsan, bu işdə düzgün eləyəsən. Siz bilirsiniz ki, nə qədər məsuliyyət daşıyırıq biz digər yoldaşlarımızın qarşısında. Əgər bir günləri biz bilirik ki, bir mömin hansısa bir ibadətində, əməlində bir gördüyü işi səhv eləyirsə, biz deyirik ki, əşimə neymə lazım o eləyir də, onda biz mömin deyilik. Möminliyə xas olan sözlər deyil bu, əziz möminlər. Gerək biz başqa möminlərdə olan əməlləri gördükdə, onlara hər zaman düzgün yol göstərək və bu yoldan onları çəkindirək. Ona görə Həzrət Əli əleyhissalam bütün səhabələrə qarşı Peyğəmbərin yanında yer tutan, Peyğəmbərin yanında olmayan, şəhərlərdə olanlar, hər bir səhabələr Peyğəmbərin əziz canişini Əli əleyhissalamdan nə soruşurdularsa, Əli əleyhissalam səmimiyyətlə onlara cavab verirdi və yorulmadan, usanmadan Əli əleyhissalam onları o gözəllikləri öyrədirdi. Və Həzrət Əli əleyhissalam haqqında o hədislər ki var, yəni məzhəbi şiyyədə, yəni bizim məzhəbdə olan hədislər öz yerini tapdığı kimi, başqa hədislər də var ki, Həzrət Əli əleyhissalamın haqqında İbn Hədid hədisi var və eyni zamanda İbn Teymiyyə əhl-i təsənni alimlərindəndir. Ənəs İbn Malik, Əbu Səid, Əbu Nasir və Əhməd ibn Həmbəli və digər şəxslər Həzrət Əli əleyhissalam haqqında müdrik sözlər deyiblər və xüsusən də Peyğəmbərdən sonra Əlinin vilayətini qəbul eləmək, onun məhəbbətin, onun buyurduğu kəlamların ardınca getməyi bu alimlər də nəql eləyirlər. Amma təəssüf olsun ki, Peyğəmbərimizin şəhadətindən sonra bütünlüklə hamı dəyişdi və dəyişkənlik başlandı. Peyğəmbərimizin ailəsinə qarşı möminlərin biri-birinə olan münasibətləri və o zaman elə bir mərhələ bir anda dəyişildi ki, insanlar ibadət, itaətdən çox dünya həyatına bağlılıqları başlandı. Və Həzrəti Əli ibn Əbi Talib bu mərhələdə çox səbrə malik idi. Və Həzrət Əli əleyhissalam
o qədər səbrə malik idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin o Mədinəyə gedişi, Peyğəmbərin Məkkəyə qayıdışı, Peyğəmbər sallallahu aleyhi və səlləm ömrünün 11 ilini Mədinə şəhərində qalıb. 11 ilini Peyğəmbər Mədinədə qalıb. 13 il Peyğəmbər Məkkədə qalıb. Peyğəmbər Mədinə şəhərində insanların əxlaqi keyfiyyətlərini, insanların əxlaqi dəyərlərini, hətta siz bilirsiniz ki, Mədinə şəhərinin adı Yəsrib idi. Peyğəmbər o şəhərə daxil olanda, onda o ərəblər o şəhərə, o Mədinə adını verdilər. Onlar hamılıqla Peyğəmbərin o şəhərə gəlişini bildikdə, Peyğəmbərə Mədinə şəhərin adı, yəni Peyğəmbər o şəhərə mədəniyyət, əxlaqi keyfiyyətlər getirəcəyini bilən ərəb dünyası Peyğəmbərə o şəhərin adını deyə-deyə Peyğəmbəri qarşıladılar və çağırdılar. Peyğəmbər də o şəhərə böyük bir mədəniyyət getirdi. Bugün burada hacılarımız var, görənlərimiz var ki, həqiqətən o şəhər nə qədər böyük bir əzəmətə sahib olan şəhərdir. Hicrətin 6-cı ilində Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəni ziyarət etdikdən sonra Peyğəmbər bütün insanları yığır və Allahla münacat eləyir və Peyğəmbər Məkkədən çıxdıqda bilirsiniz ki, bu ildə Peyğəmbər Hüdeybiyyə sülh müqaviləsini bağlayır. Və bu müqavilə ondan ibarət idi ki, artıq düşmanlar ola-ola Peyğəmbər o şəhərdə olacaq, artıq insanlar Peyğəmbər sallallahu aleyhi və səlləmi qəbul etməsə də Peyğəmbər o şəhərdədir, həm Mədinə və həm Məkkə dünyanın hər bir yerində Peyğəmbər olacaq. Amma o ərəblər də müqabilədə bir neçə dənə bəndə toxunurlar. Bax, məsələ buralarda öz yerini tapır. Birinci sülh müqabiləsində 3-4 dənə əsas mətləb var ki, onları istəyirəm deyəm, çox istəmirəm deyənəm. Orada Bismillahirrahmanirrahim nə yazılmışdı sülh müqabiləsi. Həmən o Peyğəmbərin üzbəüz yanan bütpərəstlər, Allahsızlar bu sözü dedilər. Bismillahirrahmanirrahimi qəbul etsəydik, bu müqabilənin nə mənası var idi? Biz bunu qəbul etmirik. Bu söz çıxmalıdır. Həzrət Əleyhisselam baxdı, danışmadı. Peyğəmbər baxdı, danışmadı. Dedi, burada deyirsiniz ki, bütün görülən işlər hamısı Allahın adı ilə olmalıdır. Belə bir işi də qəbul eləmirik biz. Və sonra dedi ki, burada deyirsiniz ki, Həzrəti Peyğəmbər, Həzrəti Məhəmməd əleyhissalam Allahın rəsuludur. Allahın elçisidir. Biz bunu qəbul etsəydik, müharibə etməzdik. Və bunların hamısını pozun. Əli əleyhissalam bilirsiniz nə dedi? Dedi, qəbul etməyənlər sizsiniz. Və siz qəbul etmirsiniz, siz də pozun. Bunu siz qəbul etmirsiniz, özünüz də pozun bunu. Əgər Əli əleyhissalam pozsaydı bu məsələni, nə qədər məsələlər dərinə gedərdi? Deyərdilər, ya Əli, bunları sən özün pozdun da. Deyir, bunu qəbul etməyən tərəf sizsiz və bunu da pozun, əgər qəbul etmirsinizsə. Biz yazan tərəfik və biz bu cürlə müraciət elədik. Və həmən şəxslər Peyğəmbərin yazdığı o sülh müqabiləsində dəyişikliklər eləyir. Peyğəmbər də çox o insanlarla dərinə gedmir. Və Peyğəmbər əsas sülhə üstünlük verir və sülh müqabiləsi bağlanılır. Amma sülh müqabiləsinin içində bir hilə yanır. Hilə Əbu Süfyanın idi. Allah lənət eləsin Muaviyyənin atası, Yezidin babası. Hilə Muaviyyənin özündə dayandı ki, biz bu dini necə eləyək aradan qaldıraq? Necə eləyək bu baniləri aradan götürək? Necə eləyək Peyğəmbər onun ətrafını aradan götürək və bu dini aradan qaldırmaqla böyük bir işləri görək. Bunlara nail ola bilmədilər. Peyğəmbər dönəmində Peyğəmbərin dininin kamilləşməsi, insanların şəhər-bə-şəhər Peyğəmbərin yanına gəlməsi, Peyğəmbərin yanında yer tutması və
bu insanları daha da sarsıtdı. Hətta Qur'an-ı Kərimdə əgər oxusanız, mütəal Allah Qur'anda bu mövzuda Fəth surəsini nazil edir və ayətlər bu cürlədir. Bismillahirrahmanirrahim. İnna fətəhna ləkə fəthən mubina. Allah Teala Peyğəmbərə buyurur ki, həqiqətən biz sənə aydın bir qələbə nazil etdik, qələbə əta elədik. Peyğəmbər burada ən böyük qalibiyyəti yetişdi. Artıq nə qədər böyük müharibələrdən sonra müharibəni eləyən tərəf zalimlər idi, Peyğəmbər isə çox uzun vaxtdan sonra böyük bir qələbəyə yetişdi. Və Allah Müteal burada bir ayəni deyir Fəth surəsində. Və yut'imun ni'mətəl aleyk və yahdikəl sıratil müstəqima. Allah Müteal buyurur ki, bu neməti sizə əta elədik və bu yolda sabit qədəm olun. Bu yol həqiqətən düzgün sırat, haqq yoldur və bu yolun insanlara çağırın və bu yolda sabit qədəm olun. Bu Hüdeybiyyə sülhündən sonra Peyğəmbər uzun vaxt yaşadı. Peyğəmbərdən sonra Əli ibn Əbi Talib və ondan sonra 25 il xilafət dönəmi və bu hadisələrin içərisində artıq insanların dinə gəlişi yox, dindən çıxışı var idi. Bəzi insanlar xilafətdə olan məsələlərdə ədalətsizlikləri gördükdə, bəzi insanlar dini başqa cür prizmadan yanaşmasını istəyirdi və onu görə bilmədi və öz yerini tapa bilmədi və beləliklə uzaqlaşıb getdi. Və Peyğəmbərə də Allah Müteal buyurur ki, bir insan əgər Allahın əmrlərini yerinə getirirsə, namaz əmrin, oruc əmrin və digər vacibləri yerinə getirirsə və sonradan bu əməlləri icra eləmir. Eşidirsiniz də belə məsələlər, hələ hər yerdə bunu eşidirik. Namaz qılan idi, namaz qılmır. Oruç tuturdu da, oruç tutmur. Heç bu məsələlərə görə əziz möminlər, qəm yeməyin. Çünki o namaz qılan həqiqi namaz qılsaydı, öz ibadətində yer alardı. Demək, onun namazında müəyyən dünya həyatı, dünya işləri olduğu üçün namazı sonacan tamamlaya bilmədi, yerini tapa bilmədi. Və Allah da onu o cür namazın istəmir və istəmədiyi üçün də onun özündən nə oldu? Başladı dünya həyatı, özündən narazılıqlarla ibadətdən keçdi getdi və sonra gələcək, amma gec olacaq. Necə ki, eşq karvanından geri qaldılar, necə ki, Peyğəmbər deyir ki, mənim əziz balamın, Həzrət İmam Hüseynin həyatı, Həzrət İmam Hüseyn əleyhissalamın qiyamı Nuhun gəmisi kimidir. Kim o gəmiyə mindi, nicat tapdı. Kim o gəmidən uzaqlaşdı, həlakə doğru getdi. O fəlakətə doğru getdi. Bilirsiniz də, Nuh əleyhissalamın 3 dənə oğlu var idi. Və o oğlanlarından biri Nuh'a iman getirməmişdi. Bütün insanlar hamı gəmiyə mindikdə atadır da Allah bütün valideynlərimizə can sağlığı versin. İndi burada əksəriyyətiniz də valideynsiniz. Evlad nə qədər pis olsa, hey elə onun nazını çəkirsən də. Deyir, baxdı belə, dedi, oğlum, hara gedirsən belə? Yer üzünü su basacaq, hamınız öləcəksiniz. Gedmə ginən o dağa tərəf. Dedi, ata, sən nə danışırsan? Dağa gəlib su çatmayacaq. Nuhun oğlu iman getirməyib o atasına. Peyğəmbərə iman getirmir. Deyir, oğul, bu işi görmə ginən. Deyir, ata, nə danışsa, dağa çatmayacaq. Və su qərq olandan sonra, yer üzərinə basdıqdan sonra Allah deyir, ya Nuh, sən nə danışırsan? Düzdür sən oğlun diyor. Cəmaatı necə demirsən, oğluva da o cür demirsən. Əgər oğluvun dərdini çəkirsənsə, cəmaatın da dərdini çək. Cəmaatı da qurtar o bəladan. Amma o iman getirmədi. Və səninlə gəmiyə minənlər nicat tapdı. Onlardan üz döndərgin, artıq onlar nicat tapmayacaqlar.
İndi möhtərəm cəmaət, o insanlar ki, Həzrət İmam Hüseynin yanında yer aldılar, onlar nicat tapdılar. O insanlar ki, siz əzizlər kimi İmam Hüseynə zadarlıqdasınız, bu günləri, bu saatlarınızda, bu dəqiqələrinizdə çox yerlərə gedə bilərsiniz. Amma siz vaxtınızın, dəqiqələrinizin ən gözəl vaxtlarınızı ibadət yerlərində, İmam Hüseyn məclislərinə həsr eləmişsiniz. Nicat tapanlar sizlərsiniz. Və o insanlar ki, bu əməllərdən çəkiniblər, onların nicatı yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ya Əli, kimlər ki, məndən sonra Peyğəmbər əhl-i beytini və sənin dedikləri ilə yaşadılar, Peyğəmbər əhl-i beytini sevdilər və mənim əziz balamın ardınca getdilər, onlar Nuhun gəmisinə minənlər kimi nicat tapdılar. Kimlər ki, bundan uzaq oldular, onlar fəlakətə doğru getdilər. Onlar özlərini böyük bir uçuruma apardılar. Və o uçurumda isə insanlar üçün heç nə yoxdur. Dünyada da bədbəxt oldular, ahirətdə də bədbəxt oldular. Hişam İbn Əbdüləziz adlı bir şəxs olub. İmam Sadiq əleyhissalamın tələbəsi olub. Gəlir İmam Sadiq əleyhissalamın yanına, imamdan dərs alır. Bilirsiniz də, dünən də mən qeyd elədim, İmam Sadiqin çoxlu tələbələri olub. Dərs alandan sonra bir gün imama deyir ki, ya imam, mən bu dərsləri ki almışam, mən burada bəzi məsələlər ki var, istəyirəm bu məsələlərdə yenilik getirəm. İmam baxır, deyir, misalən, nə məsələlər var ki, ona yenilik getirəsən? Bilirsiniz nə deyir imama? Deyir, mən istəyirəm ki, Ramazan ayı Qədr gecələrindən ibarət olsun. Dedi, necə? Dedi, Ramazan ayı, Quranda Allah deyir ki, 19-cu gecədən 27-ci gecəyə qədər Qədr gecəsi. Ramazan ayı da 10 gün olsa kifayətdir. Daha bir ay oruç tutmağın nə mənası var? Elə bu 10 gündə gecələri oyaq qal, gecələri yemə, günüzləri yemə, gecələri yeginə. Və 10 gündə də işini tamamla. İmam baxdı, təbəssüm elədi. Dedi, sən dərslər oxumusan, amma sən o nöqtələr ki var, onları hələ bilmirsən. Dedi, nə nöqtə? Mən heç bundan sonra istəmirəm də biləm. Mən bunu istəyirəm hələ insanlara çatdıram ki, elə bu önəmli bir məsələdir ki, bunu çatdırsam, mən də bu dində yenilik etmiş olaram. İmam Sadiq buyurur ki, biz dini yenilik getirmək üçün gəlməmişik. Biz dini kamilən surətdə insanlara çatdırmaq üçün gəlmişik. Yəni, biz gəlməmişik ki, dini insanlara başqa bir üslubda çatdıraq. Hərdən görürsünüz, deyirlər, belə müasir şəkildə danışın da cəmaatla. Belə cəmaatın başa düşdüyü tərzdə danışın. Cəmaat bildiyi kimi danışın. Necə danışaq biz ki, bu cəmaatla, bugünkü hadisələrlə dini üzbəüz qoysaq, bu adamların əksəriyyətin elədikləri günahdan başqa bir şey deyil. Səhərimizdən axşamımıza qədər nə qədər günah üzbəüz bizimlə dayanır. Onun üçün Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Nuhun gəmisinə minən kimidir. Ona görə deyir ki, hər insan bu gəmiyə minib özünü də apara bilməyəcək və hər insan bu gəmiyə çata bilməyəcək. Hər insan özünü orada görə bilməyəcək. Çoxları buradan uzaqlaşacaqlar. Və bu məsələlər, mən üstündə çox dayanmıram, Peyğəmbərin bu bağladığı müqavilə, Həzrət İmam Həsənin bağladığı müqavilə bütünlüklə İslama, dinə xidmət eləyirdi. Dinin kamilləşdirməsinə xidmət eləyirdi. İnsan qırğınlarının qabağı alınmışdı. Müharibələrin qabağı alınmışdı. Peyğəmbərin əziz balası istəmirdi insanlar müharibə yolu ilə dinə gəlsinlər. Könül xoşluğu ilə dini sevərək qəbul eləsinlər. Təəssüf ki, bu dini sevərək yox, bu dini bəzi insanlar qılıncla,
adam öldürməklə, bu cürlə istəyirdilər ki, belə qəbul eləsinlər və belə dərk eləsinlər dini. İndi baxın, İslam dinini necə tanıtdıranlar oldu. Onlar ifşa oldular. Nə qədər zalimlər çıxdı ortaya, işıtçılar, cürbəcür təriqətlər çıxdı ortaya, dini insanlara başqa tərzdə çatdırmaq istəyirdilər. Amma nə oldu? İfşa olundu. Çünki dinin baniləri zülmə məruz qalan insanlardır. Peyğəmbərdən sonra Əli ibn Əbi Talib, Əhl-i Beyt zülmə məruz qalan insanlardır. Bunlar dini kamilən şəkildə insanlara çatdırır. Amma bunlar zülmə məruz qalırlar. Bunlar sıxıntılara məruz qalırlar. Ona görə Peyğəmbərin əziz balası Həzrəti İmam Hüseyin əleyhissalam dünənki sözümüzdə ki, buyurduq ki, Bəsrə əhlinə yazdıqda ki, artıq bidətlər çoxalıb, din aradan gedir, dini kamilləşdirən insanlar aradan gedir, cəhalət baş qaldırır. Bunları İmam Hüseyin dedikdə, bəzi insanlar dedilər ki, İmam Hüseyin nə dillə danışır? Nələr var görəsən, nə hadisələr baş verir? Və səhabələr oldu ki, dedi, biz bunu görə bilmirik axı. Belə şey yoxdur, belə bir hal yoxdur. Xanım Zeynəbin bir gözəl sözü var. Deyir, ey Mədinə şəhəri, mən səndə də Medinəlik görmürəm. Mən sənə Yəsrib deyə istəyirəm çağıram. Mən səndə Mədinəlik bir şey görmədim. Hanı o cəmaat ki, Peyğəmbəri sevirdilər? Hanı o cəmaat ki, Peyğəmbərə dəstək verirdilər? Mən bu Mədinəli Yəsrib adı ilə istəyirəm çağıram. Çünki həqiqətən də Yəsrib cəmaatı elə belə idi və bu gün də əvvəlinə qayıtdılar. İndi görün, nə qədər insanların simaları dəyişmişdir. Nə qədər insanlar günahlara tərəf, şeytana tərəf gedirdilər. Bu mənzərəni bir dənə misal istərdim getirəm. Elə bil ki, müəllim məktəbdə dərs deyir gənc uşaqlara, körpə uşaqlara. Və müəllim bir an dərs otağını tərk edir. Otaq hansı vəziyyətə düşür? Uşaqlar nə edir orada? Nə bilirlər, onu eləyirlər. Artıq böyük yoxdur da sinifi. Uşaqlar nə bilir, onu eləyirlər. Müəllim o sinifə girəndə görür ki, bu hava dəyişib. Biri döyülüb sinifdə, birinə acı söz deyiblər, biri ağlayır, hərə bir dənə halətdədir. Və müəllim ora daxil olduğunda nə edir? İndi yenidən o dərsi keçməkdən qabaq bunları təlim-tərbiyə eləməlidir, düzgünlüyə getirməlidir və buna da vaxt lazımdır. Və bu vaxt üçündə nə qədər əvvəl görəcəyin işlər ki vardı, o dərslərin ki vardı, onları itirdin, o saatları itirdin. İndi buradan başlamalısan. Peyğəmbər dönəmindən sonra da bax belə bir hal yarandı. Peyğəmbər ömrünü tamamladı. Həzrəti Əleyhisselamın dönəmi bir cür, Həzrəti İmam Həsənin dönəmi bir cür, ta ki İmam Hüseynə qədər nə qədər dəyişikliklər oldu. Və ona görə İmam Hüseyn Əleyhisselam deyir ki, bugün Yezidə beyət eləmək İslamın Fatihəsini oxumaq deməkdir. Artıq bu böyük bir fəlakətdir, böyük bir bəladır. Açıq-aşkar günah eləyən insana dəstək ver və bununla da özün və gələcəyini heç eləginə və dinini aradan qaldırginə. Onun üçün imam öz yaxınlarını, öz əzizlərini ətrafına yığır. İmam Hüseyin əleyhissalamın qardaşı İmam Həsən əleyhissalam. Ömrünün son anları İmam Həsən əleyhissalam son dəqiqələri İmam Hüseynin qucağında. Bağrına basır qardaşını ki, onu ki zəhərləyəndə Allah lənət eləsin, bağrına basır, deyir, qardaş, sən mənim başımın üstündəsən. Bir gün Kərbəlada sən ki zalimlər tərəfindən şəhadətə çatacaqsan, orada sənin yanında kim olacaq? Orada nə qardaşın olacaq, nə əzizlərin olacaq. Nə xoşbəxt adamam ki, sən mənim yanımdasan.
sənə bir sözüm, bir vəsiyyətim var. Deyir, nədir vəsiyyətin? Deyir, vəsiyyətim budur ki, mənim evladım Cənab-ı Qasım uşaqdır hələ, onu sənə vəsiyyət eləyirəm, sənə tapşırıram. Mən arzum var idi ki, onu böyüdüm, başa çatdırım, ona ailə qururum, ona toy eləyim, amma bunların heç birini yetişə bilmədim. Və onu böyüdərsən, onu əxlaqlandırarsan və onu gözəl bir toy mərasimi onun üçün qurarsan, ona xeyir edəyərsən. İmam Hüseyin əleyhissalamın Kərbəla məktəbində böyük ağırlacılı hadisələrdən biri Cənab-ı Qasımdır. Cənab-ı Qasım İmam Həsən əleyhissalamın oğlu idi, özü də ən kiçik yaşlarda idi. Bəziləri 15 deyirlər, bəziləri ondan aşağı sinnidə olduğunu deyirlər. Cənab-ı Qasım əleyhissalam elə ki, meydana izn istədikdə İmam Hüseyin əleyhissalam deyir, yox, mən sənə izni verə bilmərəm. Deyir, niyə? Deyir, mən atam İmam Həsənə, qardaşıma söz vermişəm ki, sənin üçün toy libası quracağam. Toy libası geyindirəcəyəm sənə, toy eləyəcəyəm sənə və səni ailə sahibi eləyəcəyəm. Mən bunu söz vermişəm qardaşıma. Cənab-ı Qasım əleyhissalam buyurur ki, ata, ya əmi, ya Hüseyin, mənim üçün bunlar hamısı geridə qaldı. Və mən sənin yanındayam, sənin əmrinə müntəzirəm. Bugün mən toy şənliyi haqqında heç də düşünmürəm. İmam Hüseyin əleyhissalam bir dənə söz deyir. Deyir, ya Qasım, sən bu döyüşdə necə görürsən döyüşü? Və necə fikirləşirsən? Gəncdə axı, cavandır. Bilirsiniz, nə gözəl cavab verir. Deyir, mən ölümü baldan şirin bilirəm. Dünyada ən şirin yemək baldır da, baldan şirin şey yoxdur ki. Deyir, mən ölümü baldan şirin bilirəm. Onun üçün izni ver, mən meydana gedim və mən də döyüşüm. Həzrəti İmam Hüseyin əleyhissalam üçün bilirsən nə qədər bir çətin bir mərhələ idi bu. Vəsiyyətə əməl etmək, vəsiyyətə sona qədər əməl etmək və ona söz vermirsən, sözvə sadiq qalmaq. Özü də kim? Əlinin evladı. Kim? Peyğəmbərin balası. Kim? Cənnətdə çiyin-çiyinə dayanacağı qardaş. Ona söz verin. Dedi, ya Qasım, mən bunu edə bilmərəm. Mən söz vermişəm. Cənab-ı Həzrəti Peyğəmbərin əziz balası, qardaşım İmam Həsənə söz vermişəm. Tarixdə var ki, ona gözəl geyim alır İmam Hüseyin əleyhissalam. Ona gözəl, tarixdə var ki, ətirlər alır, əlinə həna çəkdirir və ayağına həna çəkdirir, onu ailə sahibi eləmək üçün hazırlaşdırır. Toy libasını giyindirir ona. İndiki deyirləri, Məhərrəm ayında toy eləmək olar, ya olmaz. O adamlar ki var ya, belə sözləri atıblar ortaya. Məhərrəm ayı gəlir, yadlarına toy düşür. Heç düşünmürlər ki, bu toyun aqibəti, axırı necə olacaq? Onsuz da evlənənlərin əksəriyyəti boşanmaq üzrə gedir. Nə qədər boşananlar var? Nə qədər ailələr dağılanları var? Allah heç kimi göstərməz. İndi də Məhərrəm ayında toy məsələlərini müzakirə edirlər. Ki, toy eləmək lazımdır Məhərrəm ayında. Adi günlərdə, gözəl günlərdə toy eləyənlər xoşbəxtçiliyə yetişə bilmirlər. Peyğəmbərin əziz nəticəsi Cənab-ı Qasım o mərhələyə yetişə bilmir. Onun toy geyimi, onun toy paltarı qan içində olur. Allah lənət eləsin. Döyüşə meydana gedir, onun toyunu yasəbuluyurlar və ondan sonra nə toydan danışmağa söz gedər. Peyğəmbərin əziz balası, əziz nəvəsi belə bir müsibətə düçar olur.
və İmam Hüseyn əleyhissalam üçün bir neçə hal ki, ağırlı-acılı hal idi. Onlardan biri də Cənab-ı Qasimin meydana getməyi və o meydanda döyüşüb şəhadətə çatmağı İmam Hüseyn üçün çox ağırlı-acılı gəldi. Cənab-ı Qasimi o halətdə ki, gördü ki, başı qan içində, bədəni qan içində, bastı bağrına, dedi, ya Hüseyn, ya Həsən, ya Əli ibn Əbi Talib, ya Cədda, məndən şikayət eləməyin. Mən öz boynumda olan haqların hamısını yerinə getirdim. Amma bu zalimlər bizim əziz cavanlarımıza belə qıymadılar. Onların hamısını şəhadət şərbətindən keçirdilər. Allah lənət eləsin zalimlərə, Əhl-i Beyt zalimlərinə və səyələmullezine yənqəlibu yüqəlləb. Allah bizləri bu yolda sabit qədəm eləsin. Cənab-ı Qasimin şəfaətin, Cənab-ı Qasimin əleyhissalamın şücaətin, onun bizə qeyrətini bütünlüklə nəsib eləsin. Gələcək nəsilləri Cənab-ı Qasim kimi şəxsiyyətlərin formalaşmasında Allah bizə nəsib eləsin inşallah. Dualarımızı müstizabə etməyinə, Peyğəmbər və onun Əhl-i Beytinin münəvvər ruhuna 3 dənə müqərrər səlavat hədiyyə edir.